Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu gün də sizlər üçün yeni maraqlı bir mövzu ilə gəlmişəm. Ümid edirəm bu sizlər üçün faydalı olacaq. Keçək vaxt itirmədən bizim növbəti mövzumuz nədir, bu barədə danışaq. Burada belə bir cədvəl yaratmışam, qısa bir cədvəl yaratmışam. Cədvəldə bizə əməkdaşlarımızın adları yazılıb və layihə 1, layihə 2, 3 və 7-yə qədər olan bir sütunumuz var və belə deyək, bir bonus burada bir sütunu yaratmışıq. Şərtimiz nədir? Bu cədvələ görə bizdən nə tələb olunur? Bura qeyd eləmişəm. Şərt budur ki, əməkdaşlardan hər hansısa biri, yəni bu əməkdaşlar hansısa biri 3-dən çox layihə icra eləyərsə, bitirərsə, o zaman həmin əməkdaşa bonus verilsin yazısı yazılsın. 3-dən az olarsa, o zaman bura boş saxlasın və yaxud da ki, bonus verilməyəcək yazısı yazılsın. Keçək izaha. Baxın yoldaşlar, əgər bizim şərtimizdə biz bir şərt, belə deyək də, bizim bu sualımızda bir şərt hiss ediriksə, o zaman biz mütləq şərt deyən kimi ağlımıza if gəlir də, düzdür? If funksiyasından istifadə edəcəyik. Niyə görə? Çünki burada deyir ki, əməkdaşlardan hər hansısa biri 3-dən çox layihə icra edərsə, artıq şərt qoymuş oldum mən, düzdür? If yazdım. If'in yazan zaman alt kateqoriyalardan biri logical testdir. Yəni, bura mən artıq məlumatı ötürməliyəm. Logical testdə biz nə yazırıq? Burada deyir ki, 3-dən çox layihə icra eləyərsə, əgər bizə bir say tələb edirsə, say istəyirsə, biz o zaman say dediyimiz zaman ağla count və yaxud da count A funksiyası gəlir. Count A yazacağıq. Nəyə görə? İndi bunun izahını verəcəm sizə. Çünki count A funksiyası seçdiyimiz yer üzrə, yəni seçdiyimiz xana üzrə bütün məlumatları qeyd alır. Yəni, burada xana boş olsa da və yaxud da xana dolu olsa da onu saymış olacaqdır. Əgər mən count as yox, count seçsəydim, o zaman seçilmiş ərazidən yalnız mənə dolu xanalar göstərmiş olacaqdı. Bu da mənə sərf eləməyəcək. Çünki şərtimdə bu layihələrin hər biri üzrə 3-dən çoxunu məndən tələb edir. Ona görə mən count A-nı seçirəm. Count A-nın da öz alt kateqoriyası var. Value 1 və value 2 belə gedir. Value 1 hissəsinə biz nə yazacağıq? Yəni, mən şərt ötürməliyəm ki, bu sətr üzrə mənə hesabladı. Ona görə mən layihə 1 və layihə 7-yə qədər olan hissəni seçirəm. Şərtimi tamamlayıram. Və deyirəm ki, şərtdə deyir 3-dən çox olarsa, böyükdür 3 yazıram. Bu artıq hazırdır. Nə deməkdir bu? Yəni, mən dedim ki, əgər Kamran layihə 7-də, düzdür, 7 layihədən 3-dən çox icra eləyərsə, aha, növbəti deyir o zaman turu nə olacaq? Deyirəm ki, Kamrana bonus veriləcək. Yəni, yazılsın ki, Kamranın qarşısına bonus veriləcək. Düzdürmü? Deyir, tamam. Bəs əgər 3-dən az olsa nə olsun? Deyirəm, 3-dən az olsa boş saxla mənim üçün və yaxud da ki, bu artıq seçim sizin hansıdır, bonus verilməyəcək də yaza bilərsiniz. Mən deyirəm, boş saxlasın. Artıq düsturumu yazıb tamamlayıram. Düsturum hazırdır. Heç bir şey yoxdur. Çünki mən axı bura məlumatları demişəm 3-dən çox olsun, əməkdaşın heç bir şeyi yoxdur deyən, ona görə qarşısı boş saxlanılıbdır. Və bu düsturu mən digər xanalarımıza tətbiq edirəm sütun boyu. Yəni, bunu bir-bir yazmaya ehtiyac yoxdur, tutub sürüşdürmək kifayət edir. Və gəlin baxaq, görək bu həqiqətən belədirmi? Tutalım ki, götürəm Teymuru. Teymur bir dənə layihə icra elədi, 2 dənə layihə icra elədi, 3 dənə layihə icra elədi, amma heç nə almadı. Niyə? Çünki mən demişəm 3-dən çox olsun. Teymur artıq 4-cü layihəni icra eləyərsə, o zaman Teymura bonus veriləcək yazısı yazılmış olacaqdır. Əgər bunu mən nəyə görə bonus verəcək yazdım, ola bilər burada rəqəmlərimiz olsun və siz məsəl üçün bonusa uyğun, əmək haqqına uyğun bir düstur tətbiq edə bilərsiniz. Bu zaman burada bonus verəcək yox, bizə nəticəni vermiş ola bilər. Mən də ümumiyyətlə üçün bonus veriləcək yazısını tətbiq eləmişim. Keçək məsəl üçün Tofiqə. Tofiq də bir layihə icra elədi, 2 layihə, 3 layihə artıq Tofiqə heç nə verilməyəcək. Çünki Tofiqin şərti 3-dən aşağıdır. Səmədi götürək, layihə 1, 2, 3, 4. Səməd bütün layihələri icra elədi, bonus veriləcək. Kamran məsəl üçün layihə icra elədi, 3 layihə elədi, bonus verilməyəcək. Əgər mən şərtdə demişəm ki, boş saxla da, yazsaydım ki, buna o zaman bonus verilməsin, yazısı tətbiq olsun, o zaman belə olacaqdır bura. Tətbiq eləyək bura aşağı, klikləmək kifayət edir. Baxın,
bonus veriləcək. Kamran, baxıram Teymur həqiqətən 4 dənədir, bonus veriləcək. Bonus verilməsin. Çünki Kamranda 3 dənədir, 4 layihə yoxdur, ona görə bonus verilməsin yazdım. Yəni belə aydın görsənmir deyə, ona görə mən bu hissəni boş saxlayıram ki, həmişə daha aydın şəkildə görsənmiş olsun ki, mən görmüş olum. O zaman da yenə boşluq olmuş olacaq. Düzdür, yuxarıdan tətbiq edeyim. Ortadan tətbiq elədim, fikir eləmədim. Mən bunu götürürəm, tətbiq edirəm bütün məlumat üzrə. Bu yazılmış oldu. Sonra bir dənə də 1, 2, 3, 4 bonus verilmiş olacaq. Bu qədər yoldaşlar mövzumuz. Ümid edirəm bu da sizlər üçün faydalı oldu. İzlədiyiniz üçün təşəkkürlər.